Bismillahirrahmanirrahim. Bugün iyunun 4'ü 2025-ci il qadınların pensiya yaşlarının artırılması ilə bağlı daha bir xəbər paylaşılıb. Artıq bu ilin iyul ayının 1-dən etibarən qadınların əmək pensiyasına çıxan qadınların yaş həddi 64 yaşdan 64 yaş 6 aya qaldırılıb, yəni 6 ay artırılıb. Bu rəqəm dayanmayacaq və növbəti ildə 2026-cı il iyul ayının 1-də 64 il 6 aydan qaldırılacaq 65 yaşa. Yəni artıq Azərbaycanda əmək pensiyası alanlar üçün qadınlar və kişilər də eyni yaşda olacaq, 65 yaşda olacaqlar. Bu məsələdə mən istəyirəm bəzi müqayisələr aparam. Təbii ki, biz bu məsələlərdə hökumət çalışır ki, bu məsələlərdə Avropa ölkələri ilə müqayisə etsin. Avropa ölkələrində pensiya yaş həddi biraz yüksəkdir. Təqribən deməzdim çox yüksəkdir, elə 65, 66, 63 belə bu yaş ətrafında fırlanır. Amma orada başqa göstəricilər də fərqlidir. Mən əvvəlcə istəyirəm ki, öz regionumuzdan başlayam. Məsələn, Ermənistandan başlayanda, Ermənistanda pensiya yaş həddi 63-dür. Qadınlarla kişilərdə bu bərabər göstərilir. Gürcüstanda yaş həddi 60 götürülür. Qadınlarda 60, kişilərdə isə 65. Rusiyada da eyni yaş həddidir. Kişilər üçün 65, qadınlar üçün 63. Və Avropa ölkələrinə gəldikdə isə ümumi Avropa ölkələrini biz götürsək, ortaq bir rəqəm təqribən 64-65 hesablam, yəni qeyd eləmək olar. Almaniyada 67-dir təqribən. Amma burada başqa bir göstərici də bundan ibarətdir ki, insanların deməli, orta ömür hədləri. Çünki pensiya çıxarılmada əsas götürülən amillərdən biri pensiya alma müddətidir. Yəni, pensiya çıxdıqdan sonra neçə il vətəndaş pensiya alacaq. Dünya standartlarında əsasən bu 12-14 il hesablanır. Bəzi ölkələrdə isə təqribən deməli, bu rəqəm 20-22-yə qədər göstərilir. Məsələn, Almaniyada pensiyaya çıxan şəxs 20-22 il təqribən pensiya ala bilir. Bu da onunla hesablanır ki, pensiya yaş həddi ilə orta ömür həddi, bunlar hesablanır. Məsələn, təqribən 2020-ci ilin beynəlxalq sənədlərində, yaydığı sənədlərdə bu orta yaş həddi, dünya ölkələrinin orta yaş həddi paylaşılıb. Mən o rəqəmlərə istinad edərək diqqətinizə çatdırıram ki, məsələn, Azərbaycanda ümumi orta yaş həddi 71 yaş göstərilib, 68 kişilər, 74 təqribən qadınlar. Rusiyada orta yaş 73 göstərilir, Gürcüstanda 73 göstərilir, Ermənistanda 76 göstərilir. Ermənistanda gördüyünüz kimi orta yaş 76 göstərilir və pensiya yaşı isə 63 göstərilir. Ən azı 13 il deməli vətəndaş pensiya ala bilir. Türkiyədə 78 göstərilir, Almaniyada isə bu 81-dən yuxarı 81-84 arası orta yaş göstərilir. Yəni təqribən 67 yaşda əgər pensiya yaş həddi varsa, pensiya çıxa bilirsə, heç olmasa təqribən 81-85 yaş orta yaşdırsa, bu kifayət qədər deməli pensiya ala bilir. Hətta biz yaşadığımız Almaniyada gördük ki, insanlar burada necə gümrahdılar. 80 yaşdan yuxarı insanlar hər gün yürüyüş edirlər, rahat avtomobil idarə edə bilirlər. Yəni burada insanların uzun ömürlüyü Azərbaycana nisbətən kifayət qədərdir. Və biz başqa müqayisələrlə aparsaq, təbii ki, bu beynəlxalq sənədlərdə göstərilən rəqəmlərdir. Amma biz real vəziyyətlə biraz da yaxından tanış olsaq, görərək ki, Azərbaycanda ölüm yaşı
kifayət qədər gəncləşib. Yəni təqribən məsəl üçün illər əvvəl 75-80 yaşında dünyasını dəyişən insanlarda müəyyən heyfsilənmə və təəccüblənmə var idisə tez getdi filan. Amma indi bu rəqəm təqribən 55-60-ın arasında fırlanır ki, 55-60 yaşında dünyasını dəyişən insanlar haqqında yaşlı idi ifadəsi işlədilir. Bu Azərbaycanda əsasən reallıqdır. Reallıq bundan ibarətdir. Mən düşünürəm ki, pensiya yaş həddi ilə bağlı Azərbaycanın verdiyi qərar, hakimiyyətin yürütdüyü siyasət bu real olaraq real həyata, insanların deməli real vəziyyətinə və pensiya fəlsəfəsinə uyğun verilən qərarlar deyil. Bunlar birmənalı olaraq hakimiyyətin siyasi qərarıdır. Hətta bir neçə ildən sonra Azərbaycanda pensiyaların ümumiliklə ləğv edilməsi ilə bağlı hər hansı bir qərarı bir eşitsək, ona da təəccüblənməyək. Çünki artıq məsələ o istiqamətə gedir. İnsanlar zaten pensiyadan deməli yavaş-yavaş məhrum edilirlər. İnsanların ömrü o qədər deyil ki, bunlar pensiya ala bilsinlər. Zaten Azərbaycanda vəziyyət elə bir həddə gəlib çatıb ki, işsizlik və s. məsələlər deməli Azərbaycan cəmiyyətində sosial problemlər, bunlar insanda orta ömür həddini sürətlə aşağı salır. Və pensiya yaşına gəlib çatan insanlardan, daha doğrusu pensiya yaşına gəlib çata biləcək ümidi ilə yaşayan insan Azərbaycanda nə qədərdir ki? Yəni artıq insanların pensiya ala biləcək ümidləri yoxdur. Ona görə də hökumət bu istiqamətdə ciddi baskılar edir, psixoloji baskılar edir və verdiyi qərarlar da birmənalı olaraq siyasi qərarlardır. Təbii ki, belə bir vəziyyət, bir ölkədə ki, bu cür məsələlərdə ancaq siyasi qərarlar verilirsə, o ölkədə ciddi təhlükələr gözlənilir. Əslində, hər bir sahədə o istiqamətdə baş verən proseslərə əsaslanaraq və o istiqamətin öz fəlsəfəsinə uyğun qərarlar verilməlidir. Amma biz təəssüflər olsun ki, görürük ki, Azərbaycan hakimiyyəti bütün sahələrdə yalnız siyasi qərarlar verir və siyasi qərarlar verdiyini görə də ölkəni günü-gündən dərin bataqlığa sürükləyir. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.